Bakı Mühəndislik Universitetinin özünə tərəfdaş kimi Çinin aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetini seçməsi və onunla birgə yeni mühəndislik fakültəsini təsis etməsi təsadüfi qərar deyil. Bu təşəbbüs Azərbaycanın Çinlə son dövrlərdəki strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətlərinin, elm və təhsil sahəsindəki günü-gündən dərinləşən əməkdaşlığının məntiqi davamıdır. Hamımız yaxşı bilirik ki, bugün dünya süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, 4-cü sənaye inqilabı və hətta 5-ci sənaye inqilabı kimi qlobal transformasiya prosesini yaşayır və belə bir dövrdə ölkələrin rəqabət üstünlüyünü şərtləndirən amillərin başında yüksək ixtisaslı insan kapitalının formalaşdırılması gəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetləri sayılan insan kapitalının gücləndirilməsi, bilik iqtisadiyyatının inkişaf etdirilməsi, innovasiya ekosisteminin möhkəmləndirilməsi, rəqəmsal transformasiya və bu kimi mühüm prioritetlər ali təhsil sistemi qarşısında da müəyyən vəzifələr müəyyənləşdirdi və bugün Bakı Mühəndislik Universiteti öz fəaliyyətini dövlətin prioritetləri əsasında qorur, belə ki, beynəlxalq akademik tərəfdaşlıqlarını genişləndirir, müasir mühəndis modelini daha da təkmilləşdirir. Yeni yaradılan mühəndislik fakültəsi vasitəsilə Çinin müasir mühəndislik təcrübəsi, tədris metodologiyaları, elmi tədqiqat ənənələri, innovasiya mədəniyyəti, eyni zamanda texnoloji transfer imkanları Azərbaycana gətiriləcək, tətbiq olunacaq. Fakültədə təhsil alan tələbələr beynəlxalq standartlara uyğun təhsil görəcəklər, müasir laboratoriyalarda bilik, bacarıq və müasir kompetensiyalara sahib olacaqlar. Eyni zamanda dünyanın qabaqcıl istehsal və texnologiya ekosistemlərindən birinin təcrübəsindən birbaşa yararlanacaqlar. Qeyd etmək yerinə düşər ki, mühəndislik fakültəsi sadəcə ikili diplom təqdim etmir. Bu, eyni zamanda elə bir akademik platformadır ki, burada tələbələr birbaşa mühəndislik fakültəsinə qəbul alırlar və buradakı tədris proqramları, keyfiyyət təminatı mexanizmləri, akademik idarə etmə, beynəlxalq əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir. Mühəndislik fakültəsində təhsil alan tələbələr 3+1 modelinə əsasən təhsil alacaqlar. Təhsilin 3 ili Azərbaycanda, Bakı Mühəndislik Universitetində, qalan 1 il isə tərəfdaş universitet olan Pekin Kimya Texnologiya Universitetində davam edəcəkdir. Akademik göstəricisi yüksək olan tələbələr təqaüd hesabına təhsil alma imkanına malik olacaqdır. Fakültədəki ixtisaslar müəyyən meyarlar əsasında seçilib. Belə ki, əmək bazarının mövcud və perspektiv tələblər əsasında sənaye və innovativ inkişaf prioritetləri tələblərinə əsasən, eyni zamanda tərəfdaş kimi seçdiyimiz Çinin qabaqcıl universitetlərindən biri sayılan və xüsusilə də bu istiqamətlər üçün beynəlxalq səviyyədə akademik və güclü elmi potensiala malik olan universitetin imkanları nəzərə alınmışdır. Mühəndislik fakültəsinin təsis olunmasındakı hədəflərimizdən biri regionun qabaqcıl mühəndislik sahəsindəki mərkəzlərindən birinə çevrilmək, multidisiplinar bilik və bacarıqlara yiyələnən, dünyanın qabaqcıl texnologiyalarını bilən, o kompetensiyalara sahib olan, onu tətbiq edə bilən və eyni zamanda ona liderlik edə bilən mühəndis kadrları hazırlamaq və ölkəmizin elm və texnolojisinə töhfə verməkdir. Gələcək planlarımız sırasında yeni mühəndislik proqramlarının açılması, birgə elmi tədqiqat layihələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin artırılması, müasir laboratoriya bazasının daha da genişləndirilməsi, sənaye tərəfdaşlıqlarının inkişaf etdirilməsi kimi məsələlər öz əksini tapır.